Misir Qasımlı son dəfə cəza çəkmə evindən Ali Baş Komandamıza müraciət etdi. Gəlin bu videoya diqqətlə qulaq asaq və bir neçə sualım və sözüm olacaq hər birinizə. Hər kəsdən xahiş edirəm artıq dərəcədə mənim videomu istəmələşdirin və bizim prezidentimə xəbər çatdırsan. Cənab prezident, artıq dərəcədə xahiş edirəm mənim işimi öz nəzarətinizə götürüb və haqq ədalət yerini təpsin. Cənab prezident İlham Əliyev, bu sonuncu videodur. Mən sifarişlə həbs olunmuşam. Arsen Avakyan, buranın Ukraynanın Daxili İşlər Naziri. Məni ölümə göndərir Xarkova. Sizdən artıq dərəcədə xahiş edirəm. Misir Qasımlı Elmanoğlu 2020-ci ildə könüllü olaraq Moskvadan gəlmişəm, gedib döyüşmüşəm Qarabağda. Qarabağda şəhidlik mənə Allah falan nəsib eləməysə, o mənim günahım deyil. Amma 4 il 7 aydır mən sifarişlə həbs olunmuşam. Arsen Avakyan, buranın Ukraynanın Daxili İşlər Naziri keçmiş. Mən tutulan zamanı o vəzifəsində idi. İndi də onun insanları məni ölümə göndərir Xarkova. Xarkova ölümə göndərir. Ona görə bu sonuncu videodur. Bəziləri deyir cinayətkardır. Amma bir sual verək özümüzə. Əgər Misir Qasımlı günahkar olsaydı, sizcə açıq-açıq çıxıb dövlət başçısına müraciət edərdimi? Cinayətkar insan susar, gizlənər, kölgədə qalmağa çalışar. Amma burada nə görürük? Açıq müraciət, hörmətli dil və bir insanın ədalətə inamı. Misir Qasımlı bu torpağın övladıdır, Azərbaycan xalqındandır. O dəstək istəmir, haqqının dillənməsini istəyir. Lazımı orqanlara müraciət edir, o cümlədən dövlət başçımıza. Artıq 5 ilə yaxındır ki, bu insan danışır, amma hələ də onun səsinə səs verən azdır. Niyə? Qarabağda xalq üçün döyüşməyə getdiyi üçünmü? Susmadığı üçünmü? Yoxsa haqqını istədiyi üçünmü? Mən bu diyeti ona görə edirəm ki, xalq bir anlıq dayansın və düşünsün. Söz deyənə daş atmaq asandır, amma bəzən o sözün arxasında bir insanın ömrü dayanır. Çox sağ olun diqqətinizə görə.